İmam Əli əleyhissalamın belə bir kəlamı var. Həzrət buyurur, "Əş-şükru yezidun ni'am və yu'minu minən-niqam." Şükür nemətləri artırar, nankorluq isə insanları bəladan qorumaz. Yəni insan şükür etməsi ilə neməti artar, amma naşükürlük və nankorluq etməsi ilə bəla ona gələr. Bəzən bu başımıza gələn bəlalar elə naşükürlüyümüzün nəticəsindədir, nankorluğumuzun nəticəsindədir. Allah Teala Adiyyat surəsində, Qaçan Atlar surəsində buyurur, İnnel insane li rabbihi lekanud və innehu ala zalike leşehid. İnsan öz Rəbbinə qarşı nankordur və özü də bu nankorluğa şahiddir. Yəni özü görür ki, mən haqqı əda eləmirəm. Nə olur, necə ola bilir? Oğlun, qızın bir dəfə sözünə baxmayanda qəzəblənirsən, bəzən əsəblənirsən, hətta bizdən uzaq, övladlarımızdan uzaq. Mən bu yaşımıcan neçəsindən eşitmişəm, əminəm ki, burada yaşlılar məndən daha çox, daha artıq eşidib. Bir həddə gəlir çatır, deyir, daha sən adda oğlum yoxdur, sən adda qızım yoxdur, buradan çıx bir də gəlmə, evə qayıt. Yəqin ki, bunlar bizə tanış sözlərdir. Amma heç biz bu qədər günah etdiyimiz təqdirdə Allah bir dəfə demədi, ha, sən adda mənim bəndəm yoxdur. Biz yenə günah etdiyimiz təqdirdə Allahın bizə bəxş etdiyi nemətlərlə qidalanırıq, onun məmləkətində, onun yaratdığı yer kürəsində yaşayırıq, onun bizə verdiyi nemətlərdən yeyib şükür əvəzinə ona günah edirik. İmam Rıza aleyhissalam bugün mövlududur deyə Həzrətdən də bir hədis-i şərif oxuyaq. Təbərrükən Həzrət buyurur, Mən şəkərəl qəlilə istahaqqəl kəsir. Kim az nemətə şükür edərsə, çox nemətə də layiq olar.